Salam əziz izləyicilər, mən Arifə Mahmudova. Bugün sizlərlə sifətin quruluşca növlərinə diqqət eləyəcəyik. Amma keçid almazdan öncə nəzərinizə çatdırmaq istəyirəm ki, əgər bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, ödənişli qruplarımızda yer almaq istəyirsinizsə, zəhmət olmasa nömrələrimizlə əlaqə saxlaya bilərsiniz və eyni zamanda Instagram sosial şəbəkəsindən bizə yaza bilərsiniz. Vaxt itirmədən keçid alaq sifətin quruluşca növlərinə. Sifətin quruluşca 3 dənə növü var. Sadə yazaq, düzəltmə, və mürəkkəb. Sadə sifətlər nədir? Sadə olmaq o deməkdir ki, bu bir dənə kökdən ibarətdir və yaxud da kök və qrammatik şəkilçidən ibarətdir. Məsələn, mən gözəl deyirəm. Gözəl sözü sifətdir, çünki necə sualına cavab verir, bir dənə kökdür. Ola bilər ki, mən deyim gözəllər. Gözəl sözün köküdür, lər ismin cəm şəkilçisidir və qrammatik şəkilçidir. Qrammatik şəkilçi heç bir gücə malik deyil, yəni sözün nitq hissəsinə mənsubluğunu dəyişə bilməz. İndi baxıram, gözəllər sözü də, gözəl sözü də sadə sifət sayılacaq. Düzəltmə sifət nə deməkdir? Orada mütləq leksik şəkilçilər iştirak eləyir. Mürəkkəb sifət bəs nədir? Orada mütləq 2 dənə kök iştirak eləyir. Ümumiyyətlə, düzəltmə sifətləri gəlin yazaq. Bir xırda nüans da deyəcəm sizə. Düzəltmə sifətlər. İndi mənə belə rahatdır R hərfini yazmaq. Buna çox fikir verməyin. Düzəltmə sifətlər bəzən olur ki, sözlər 2 dənə kökdən ibarət olur və böyründə bir dənə leksik şəkilçi gəlir. Deyirlər ki, ay müəllimə, bu düzəltmədir. Xeyr, bu düzəltmə sayılmayacaq. Bu sxema uyğun olan sözlər mürəkkəb sayılacaq. Mürəkkəb sözlər. Nəyə görə? Çünki 2 dənə kökü var. Nə olsun ki, leksik şəkilçi var? Məsələn, yazıram ki, xoşbəxtlik. Xoş ayrı sözdür, bəxt ayrı sözdür, lik leksik şəkilçidir. Nə olsun ki, lik var? 2 dənə kök var, bəli var. Deməli, bu da mürəkkəb söz sayılacaq. İndi keçid alaq düzəltmə sifətlərə. Düzəltmə sifətlər 2 yerə bölünür. Adlardan düzələn sifətlər, bir də feildən düzələn sifətlər. Biz bugün indi yazırıq adlardan düzələni. Adlardan düzələn sifətlər nə deməkdir? Yəni, adlardan sifət düzəldən şəkilçilər. Bu feil deyil, yəni feildən başqa digər nitq hissələri. İsim, sifət, say, zərf, əvəzlik bunlar nəzərdə tutulur. İndi baxaq, sız, siz, suz, süz şəkilçisinə. Məsələn, deyirəm ki, yaxsız, duzsuz. Bu zaman yax sözün köküdür, sız leksik şəkilçi. İndi deyirəm, lı, li, lu, lü. Məsələn, yağlı. Yağ sözün köküdür, lı leksik şəkilçi. Və bu şəkilçilər özləri bir-biri ilə qrammatik antonimlik təşkil eləyirlər. Yadınızda qalsın. Qrammatik antonimlik. Yəni, şəkilçilər təşkil eləyir. Görürsünüz, yağlı, yağsız. Sözlərin özünə bunların heç bir aidiyyatı yoxdur. Daha sonra lıq, liq, luq, lük. Bu şəkilçi ümumiyyətlə amonim şəkilçidir. O nə deməkdir? Yəni, burada da var, orada da var. İsim də yarada bilər, sifət də yarada bilər. Məsələn, bayaq yazmışdıq ki, xoşbəxtlik. Elə deyilmi? Xoşbəxtlik. Nə olsun ki, bu mürəkkəbdir də indi. Ümumilikdə başa salıram. Məsələn, xoşbəxtlik yazmayaq, başqa söz yazaq. O da düzəltmə olsun. Gözəllik. Elə yeri gəlmişkən ən çox çaşdırılan sözdür. Bir də deyək ki, aylıq, qurbanlıq. İndi fikir verin, gözəl sözün köküdür, lik leksik şəkilçi. Amma gözəl sözü sifət olsa da, gözəllik sözü isimdir. Nə? Gözəllik.
Gözəllik qurban tələb edir. Nə? Gözəllik. Bu bərabər oldu ismə. Yəni burada lik leksik şəkilçisi isim yaradıb. Aylıq, qurbanlıq. Buradakı leksik şəkilçilər isə sifət yaratdı. Necə? Aylıq. Aylıq gəlir. Qurbanlıq qoyun. Necə? Qurbanlıq. Daha sonra məsələn cıl leksik şəkilçimiz var. Cıl, cil, cul, cül. Məsələn deyirəm ki, zarafatcıl. Zarafatcıl. Zarafat sözün köküdür. Cıl leksik şəkilçimiz olmuş olacaq. Məsələn deyirəm ki, kefcil. Kef sözün kökü olar, cil leksik şəkilçi olar. Daha sonra dakı, dəki şəkilçisi. Dakı, dəki. Bəzən bu şəkilçini çaşırlar, iki yerə ayrılırlar, amma belə eləməyin. Məsələn, danı ayrı ayrılırlar, kını ayrı. Belə olmaz. Bu bütövlükdə leksik şəkilçidir. Bunu heç bir yerə parçalaya bilməzsiniz. Bununla bağlı nəyi deyək? Bu şəkilçi yalnız hansı sualına cavab verir? Bu şəkilçi yalnız hansı sualına cavab verir? Cavab verir. Və testlərdə görmüş olacaqsınız. Hansı sualına cavab verən sifəti seçin. Bəziləri düşünə bilər ki, yalnız hansı sualına cavab verən sifəti seçin. Bəziləri düşünə bilər ki, sifətdə var da hansı sualı, burada hansı cavab ola bilər. O zaman dakı, dəki şəkilçisini axtaracaqsınız. Məsələn, deyirəm ki, eyvandakı və yaxud da evdəki. Evdəki, məsələn, əşya. Ev sözün kökü olmuş olacaq. Dəki leksik şəkilçi olmuş olacaq. Hansı? Evdəki. Daha sonra kü, ki, kü, kü şəkilçisinə diqqət yetirin. Bu şəkilçidə eynən digəri kimi yalnız hansı sualına cavab verir? Bunu bu qaydada işarələdim ki, yadınızda qalsın. Bir də əlavə olaraq eyni şeyi yazmayayım. Bu da hansı sualına cavab verir? Bu yolla yaranan sifətlərdə. Məsələn, deyirəm ki, səhərki, diqqətlə qulaq asın. Bəziləri deyir, ay müəllimə, bu zaman zərfidir. Xeyr, bu zaman zərfi deyil. Bu sözümüz xalis bizim sifətimizdir və hansı sualına cavab verən sifətdir. Məsələn, deyirəm, səhərki əhvalat. Hansı əhvalat? Səhərki. Səhər sözün köküdür ki, sifət düzəldən leksik şəkilçidir. Səhər sözü zaman zərfi olardı. Amma səhərki sözü zaman zərfi deyil, artıq sifət olmuş oldu. Çünki ki leksik şəkilçi artırıldı. Əlavə olaraq bir qeyd yazım sizlərə. Hardakı bu ki şəkilçisini görürsünüz, o demək deyil, sifət olmuş olur. Bu şəkilçi isim də düzəldə bilər. İsim də yarada bilər. Məsələn, deyirəm ki, əgər, bu xırda qaydanı da deyim, qrammatik şəkilçidən sonra ki üstü 4 şəkilçisidir. Görürsünüzsə, deməli, bərabər oldu ismə. Necədir bu? Məsələn, deyirəm ki, bizimki. Normalda sifət ismə aid olur da, dostlar. Amma mən burada, baxın, bizimki kitab deyə bilmirəm axı. Biz sözün köküdür. İm yiyəli hal şəkilçisidir. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir, bilirsiniz. Bu yiyəlikdir. Bəziləri deyə bilər ki, müəllimə, yiyəliyin şəkilçisi ın, in, un, ündə, axı burada imdir. Xeyr, ahəngə uyğun olaraq im qəbul edib. Bizin, mənin deyə bilmədiyimizə görə birinci şəxsin təki və birinci şəxsin cəmində im qəbul edir. Yiyəli hal şəkilçisidir, ki də leksik şəkilçidir. Deməli, məsələn, deyirəm, ailəninki, orada da qrammatikdən sonra ki gəlib. Deməli, bu versiyada bu sözlər isim yaratmış oldu. Baxın, bu əvəzlik deyil, ha, diqqətlə baxın. Bu tip xırdalıqları testlərdə görə bilərsiniz siz. Daha sonra
I üstü 4 şəkilçisi. Bəzi versiyalarda bu şəkilçini Y üstü 4 şəkilçisi, Y, olaraq da görə bilərsiniz. Məsələn, qızıl deyərkən qızıl sözü isimdir. Nə qızıl, nə gümüş. Amma qızılı, gümüşü deyiriksə, bu rəng bildirdiyinə görə artıq sifət olmuş oldu. Qızıl sözün köküdür. I sifət düzəldən leksik şəkilçidir. Qızılı, necə qızılı? Qızılı rəng. Necə rəng? Qızılı rəng. Daha sonra bəzi şəkilçilər var ki, onlar bir variantlı şəkilçilərdir və başqa dillərə məxsus şəkilçilərdir. Ərəb və fars dillərindən keçən şəkilçilərdir. Yəni alınma şəkilçilərdir. Hansılardır bunlar? Bunlar da bir variantlı şəkilçilərdir. İndi onları yazacağam bura, sifət düzəldənləri. Məsələn, keş şəkilçisini yazaq. Deyirəm qayğıkeş. O çox qayğıkeş insandır. Qayğı sözün köküdür. Keş sifət düzəldən leksik şəkilçidir. Məsələn, kar şəkilçisi. Deyirəm ki, xilaskar. Xilaskar, yəni kimisə qurtaran. Xilas sözün köküdür. Kar sifət düzəldən leksik şəkilçidir. Eyni zamanda dar şəkilçisi. Məsələn, deyirəm evdar. Evdar qadın. Ev sözün köküdür. Dar leksik şəkilçidir. Daha sonra i və v şəkilçisi var. Məsələn, dairəvi. Dairəvi. Və yaxud da tibbi. Tibbi ləvazimatlar. Dairə sözün köküdür. V leksik şəkilçi. Tip sözün köküdür. I leksik şəkilçidir. Amma burada bəzi qeydlər var ki, o qeydləri də yazaq. Qeyd. Məsələn, deyirəm ki, dünyəvi. Dünyəvi. Lüğəvi. Kimyəvi. Xəlqi. Bu tip ifadələri görürsünüzsə, bunlar sadə sayılacaqlar. Sadədir. Dünya sözü yoxdur dilimizdə, çünki dünya sözü var. Ona görə bunu belə təhlil eləyə bilmərik. Ona görə də bu bir dənə kökdür. Lüğət sözü yoxdur, nə də lüğəv sözü yoxdur. Ona görə bu bir dənə kök sayılacaq. Kimya sözü yoxdur dilimdə. Lüğətləri açıb baxa bilərsiniz. Kimya sözü var. Ona görə də bu sadə söz sayılacaq. Xalq sözü yoxdur, xalq sözü var. Ona görə də bu da sadə söz sayılacaq. Yəni testlərdə bu tip ifadələri görürsünüzsə, bunlar sadədirlər. Dostlar, dilimizdə normal versiyada şəkilçilərin sözə qoşulmağı belədir ki, birinci leksik şəkilçi qoşulur, daha sonra qrammatik şəkilçi qoşulur. Amma bu hal bəzi qaydalarda pozula bilir. Yəni, bəzi qaydalarda birinci qrammatik şəkilçi qoşulur, daha sonra leksik şəkilçi qoşulur. Bu hansı şəkilçilər gələndə baş verir daha çox? Məsələn, siz, 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 dakı, dəki, hər zaman yox, yəni çox vaxt baş verir. Gil və ki, ki, kü şəkilçisi olanda baş verir. Məsələn, sözlər yazaq bunlarla bağlı. Deyirəm ki, nənəmsiz. Nənəmsiz ev maraqsızdır. Nənə sözün köküdür. Mənim nənəm, öz nənəm, mı mənsubiyyətdir. Şəkilçisi ixtisarı uğrayıb saiti. Sizsə leksik şəkilçi oldu. Hansı ev? Nənəmsiz. Bu da sifətdir. Dakı, dəki şəkilçisi. Məsələn, deyirəm ki, ən çox testlərdə bu düşür. Xalamdakı, əmimdəki. Xala sözün köküdür. Mənim xalam, öz xalam, mı mənsubiyyətdir. Burada da qeyd eləyək dəqiq. Dakı isə sifət düzəldən leksik şəkilçi. Daha sonra keçid alaq gil şəkilçisinə. Məsələn, deyirəm ki, bacımgil, qardaşımgil, bacı sözün köküdür. Mənim bacım, öz bacım. Bu
mənsubiyyətdir. Gil isə leksik şəkilçidir və sifət yaradıb. Daha sonra Q şəkilçisi ola bilər. Bu şəkilçi, məsələn, deyə bilərəm ki, daha doğrusu isim yaradıb. Məsələn, deyə bilərəm ki, bizimki. Bayaqları yazdım. Biz sözün köküdür, im. Yəlikdir ki isə leksik şəkilçi oldu burada isim yaradan. Bu versiyada dostlar görə bilərsiniz fərqliliyi. Eyni zamanda bizim başqa şəkilçilərimiz də var ki, bu şəkilçilər məsələn ön şəkilçilərdir. Qeyd eləyək, ön şəkilçilər. Bunlar da adlardan sifət düzəldirlər. Yəni sözün önünü artırırlar. Məsələn, bi vəfa, bi ön şəkilçidir, vəfa sözün köküdür. Daha sonra məsələn, deyirəm baməzə, yəni məzəli. Ba ön şəkilçidir, məzə sözün köküdür. Məsələn, la məkan, la ön şəkilçidir, məkan sözün köküdür. Eyni zamanda na sözü var, na şəkilçisi var. Məsələn, deyirəm ki, nanəcib, yaman nanəcib adamdır. Na ön şəkilçidir, nəcib sözün köküdür. Eyni zamanda anti sözünü də görmüş ola bilərsiniz, şəkilçisini daha doğrusu. Məsələn, deyirəm ki, anti-humanist, yəni humanist olmayan mənasını verir. Bircə dəqiqə. Anti-humanist. Anti leksik şəkilçimizdir, humanist sözün köküdür. Eyni zamanda a şəkilçisi var, ön şəkilçi. Məsələn, anormal. A leksik şəkilçidir, normal sözün köküdür. Bəzi şəkilçilərimiz var ki, qeyri-məhsuldar şəkilçilərdir. Siz onları az görürsünüz. Gəlin onlara da bir toxunaq. Məsələn, pərvər. Deyirəm, məsələn, sülhpərvər, vətənpərvər, vətənpərvər. Vətən sözün köküdür, pərvər leksik şəkilçidir. Eyni zamanda buna oxşayan bir dənə də var. Pərəst. Məsələn, deyirəm ki, dostpərəst. Dostpərəst, yəni dostu çox sevən. Dost sözün köküdür, pərəst leksik şəkilçidir. Daha sonra lam leksik şəkilçisi var. Sağlam. Dostlar, burada sağ tərəfdən söhbət getmir. İnsanın sağ olmağı, həyatda olmağı, sağ olmağından söhbət gedir. Lamsa qeyri-məhsullar leksik şəkilçidir. Sul leksik şəkilçimiz var. Yoxsul. Yoxudur ki, bu adam yoxsuldur da. Yox sözün köküdür, sul leksik şəkilçidir. Amma dostlar, bunu bundan çaşdırmayın. Yoxdan yoxuş yaranmaz. Yoxuş sözün özüdür, köküdür. Heç nədən yoxuş necə yarana bilər? Daha sonra sal şəkilçimiz var bizim. Sal. Məsələn, deyirəm ki, qumsal. Yəni qumluq olan yer. Qum sözün köküdür, sal leksik şəkilçidir. Belə əziz izləyicilər, bugün sizlərlə sifətin quruluşca növlərindən adlardan sifət düzəldən leksik şəkilçilərə diqqət elədik. Eyni zamanda xüsusi xırdalıqları burada qeyd elədim ki, hansında qrammatikdən sonra leksik şəkilçini görə bilərsiniz. Hansı şəkilçilərdə, sözlərdə şəkilçi kimi görünsə də, o sözlərdə əslində şəkilçi yoxdur. Bu sözlərimiz bizim sadə sözlərimizdir. Baxın, bu sözləri testlərdə siz mütləq şəkildə görə bilərsiniz. Eyni zamanda daha sonra bir cür yazılan alınma şəkilçilərimiz var. Ümumiyyətlə, bir cür yazılan şəkilçilərin bir çoxu, demək olar ki, elə hamısı alınmadır. Daha sonra bəzi şəkilçilər var idi ki,
yalnız hansı sualına cavab verirdi və testlərdə də bu qaydada görəcəksiniz. Yalnız hansı sualına cavab verən sifəti istəyirsə, yəni necə sualını o tələb eləmir də. Bir dənə hansı sualını. O zaman dakı, dəki və kü şəkilçisini axtaracaqsınız. Dakı, dəkini danın altından ayrıca, kinin üstündən ayrıca xətt çəkməyin. Dakı, dəki bütövlükdə leksik şəkilçidir və heç bir yerdə görməyəcəksiniz. Amma künü bayaq qeyd elədiyim kimi isim versiyasında görmüş olacaqsınız. Qısaca sizlərə bir də məğzini bildirirəm bu dərsin və qrammatik şəkilçidən sonra kini görürsünüzsə isim yaratmış oldu. Və eyni zamanda qrammatik antonimli yaradan şəkilçilər də l və sız, li, lulu və sız, sus şəkilçiləridir. Qrammatik antonimli yaradıb. Çünki bu sözlərin kökləri eynidir. Mənə bunun kökləri maraqlı deyil. Qrammatik antonimli deyilirsə, şəkilçilərin antonimliyindən söhbət gedir. Və gözəllik sözünə fikir verin. Gözəl sözün kökü sifət olsa belə, gözəllik sözü nitq hissəsi olaraq isim olmuş oldu. Və eyni zamanda da iki qrammatik şəkilçi, daha doğrusu söz kökü görürsünüzsə, orada leksik şəkilçi olsa belə bu mürəkkəb söz sayılacaq. Və gözəl sözü sözün köküydü. Buna hər hansısa bir qrammatik şəkilçi artırılarsa, bu söz yenə də sifət olmuş olacaq. Çünki qrammatik şəkilçi sözün əsasını, özülünü, hansı nitq hissəsinə aid olmasını dəyişə bilmir. Belə əziz izləyicilər, bugünkü dərsimizdən bu qədər. Videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Kanalımızı da izləyin.